Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir spagetti hazırlayacağıq. Bizim kanalımızda belə deyərdim, çox var spagetti, çox da yəni 2-3 cürə spagetti var, hazırlanması var, hətta onun sosunun belə hazırlanması var. Bugün isə tamam başqa bir tam verən spagetti hazırlayacağıq. Deməli, əziz izləyicilər, bunun üçün bizə nələr lazımdır? Təbii ki, bir dənə belə biz çox sevirik deyə bir dənə paketi eləyəcəyik, yəni hazırlayacağıq. Paket 1 kilodur orada. Baxın 1 kilo. Ondan sonra ət, yəni bizdə mal ətindən qoyun əti qarışıqdır. Belə deyək, ət çəkən maşında çəkilibdir. Mən duru yağ istifadə edəcəyəm. Yəni çünki o həm gözəl tam verir, həm də ki spagettini bir-birinə, yəni vermişli bir-birinə belə deyək də pişməyə qoymur. Ondan sonra pomidorlu sos üçün soğandır, sarımsaqdır. Baxın, sarımsaq mən çox edəcəyəm, yəni 6-7 diş xüsusi tam verir. Siz əgər sarımsaq çox eləsəniz ki 3 diş edə bilərsiniz. Amma indi müəyyən insanlar ola bilsin deyəcək ki, onu etməsək olmaz, yəni xoşlamırıq, ancaq bu ona xüsusi tam verir. Yəni bu reseptdə sarımsaq var və nanə lazım olacaqdır. Təbii ki, duz, istiot, biraz da sarı kök əlavə edəcək ki, rəng versin və biraz su bizə lazım olacaqdır. Və bir damcı da tomat əlavə edəcəyik ki, şey olsun. İndi deməli, əziz izləyicilər, bizim suyumuz qaynayır. Suyumuzu burada hazır eləmişik, qaynayır. Başlayırıq spagettimizi suyumuza əlavə etməyə pişsin. O pişənə kimi isə ərzaqlarımızı, tərəvəzlərimizi doğrayacağıq və başlayacağıq qovurmağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi suyumuz bax beləcə qaynayır. Suya biz duz əlavə etmişik, çünki bu vermişilləri biz duzlu suda belə deyərdim qaynadırıq. Bura biz çox tökürük. Nəyə görə? Ona görə ki, bizdə çox sevilir bu. Bütün ailə üzvlərimiz bunu çox sevir deyə bura çox əlavə edirik. Hamısını tökdük və belə deyək, bu pişənə kimi başlayırıq tərəvəzlərimizi doğramağa. Deməli, əziz izləyicilər, vermişimiz pişənə kimi biz başlayırıq tərəvəzlərimizi doğramağa. İlk öncə soğanla başlayırıq, belə samavari doğrayıb, sonra isə xırda doğrayacağıq. Bax, belə nə qədər xırda doğrasaq, o qədər belə deyərdim yaxşıdır. Çox xırda. Baxın, beləcə xırda doğrayırıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax soğanımızı hamısını beləcə doğradıq. Baxın, hamısı xırda doğrayıb və üzərinə yağımızı əlavə edirik, duru yağımızı. Bunu biz duru yağda hazırlayırıq. Kim istəyir belə deyərdim, nəhrə yağında və ya digər sirişin yağda eləyə bilər. Yəni bu zövqdən asılıdır. Yəni zövqünüzə uyğun edirsiniz. Baxın, görürsünüz, mən ümumiyyətlə soğanı biraz çox elədim, çünki soğan buna xüsusi tam verir. Həm də mən soğanı çox sevirəm. Bəzi insanlar indi sevməyə bilər, amma mən çox sevdiyimdən ona görə soğanını biraz çox elədim. Bax, beləcənə biraz qovururuq. Və o qovrulana kimi pomidorumuzu başlayacaq doğramağa. Deməli, əziz izləyicilər, soğanımız qovrulana kimi başlayırıq pomidorumuzu
belə deyərdim, doğramağa. Bu hissələrini, aşağı hissələrini çıxardırıq. Zoğunu deyirlər də. Və pomidorun belə deyərdim, bunu da xırda-xırda, çox belə xırda yox, onsuz da bu əziləcəkdir içində. Bax, belə bir neçə hissəyə bölüb və bax, beləcənə doğrayırıq. Çünki bu pişəcəkdir. Onsuz da bunun elə böyük, kiçik olmağı, belə deyərdim, önəmli deyil. Sadəcə bir neçə hissəyə belə böldükdən sonra və beləcə bu şəkildə edirik. Onsuz da pişir içində bu əziləcəkdir. Beləcə edirik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi pomidorumuzu hamısını beləcə doğradıq. İndi soğanımız biraz qovruldu. Ona deməli ətimizi əlavə edirik və sarımsağımızı töküb biraz onları bişirəcək. Sonra isə pomidorumuzu əlavə edəcəyik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi baxın, soğanımız beləcə qovruldu. Yəni belə biraz pişibdi, indi pişəcəkdir də. Üzərinə ətimizi əlavə edirik. Beləcə qarışdırırıq. İstiot. Mən biraz tökəcəyəm. Qırmızı istiotdan əlavə edirəm. Biraz acılıq versin, mən xoşlayıram. Ondan sonra belə deyək, sarı kök əlavə edirəm. Bir də duz əlavə edib duz əlavə edirəm zövqə görə. Və qarışdırıb üzərinə belə deyərdim, sarımsağımızı əlavə edəcək ki, sarımsaq da buna xüsusi bayaq dediyim kimi tam verir. Sarı kökü zad da əlavə etdim. Duz istiot indi təbii ki olmalıdır. Sarı kökü də əlavə etdim ki, əziz izləyicilər, vermişimizə sarılıq belə deyərdim, qatsın. Və sarımsağımızı belə deyim, rəndədən keçirdirik. Deməli, əziz izləyicilər, belə bir rəndə götürürük və rəndənin bax beləcə edib sarımsağımızı, bax görürsünüz, beləcə çıxır, xırda-xırda. Oradan keçirdirik. Bax beləcə hamısını bax gördünüz, beləcə xırda-xırda olur. Bütün sarımsaqlarımızı bu rəndədən keçirdirik. Deməli, əziz izləyicilər, bax gördüyünüz kimi sarımsaqlarımızın hamısını belə doğradıq və belə deyim, qatırıq, yəni qarışdırırıq və pişməyini gözləyirik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax ətimiz belə pişdikdə üzərinə bir damcı belə tomat əlavə edirik ki, buna belə deyək, rəng versin. Onsuz da pomidor əlavə edəcəyik. Baxın belə. Azca tökdükdən sonra pomidorlarımızı əlavə edirik. Və belə deyərdim, yaxşıca qarışdırırıq ki, hamısı bir yerdə pişsin. Belə. Və pişənə yaxında sonra bunun üzərinə belə deyərdim, birazca su əlavə edəcək. O da baxacaq, əgər suyu az olsa. Əziz izləyicilər, gördüyünüz kimi bax pomidorumuz da belə pişir. Təmizlənmiş, yuyulmuş nanəmizdən də birazca içinə belə xırda-xırda doğrayırıq ki, buna xüsusi tam versin, yəni bu spagettimizə. Bax belə nanə. Digər göylər elə də belə deyim lazım deyil.
Yəni nanədən də birəcə belə doğrayırıq. Bu şəkildə və yaxşıca qarışdırırıq ki, nanə də qarışsın və buna xüsusi tam versin. Belə. Və pişməyini gözləyirik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, bax, belə sosumuz bişdi. Heç suya ehtiyac olmadı. Çünki pomidor özü suyu çıxdı. Belə, həm də ətimizdə quyruq zat vardı, onun yağı. Belə çıxdı. Bir də bir şey deyim, əzizlər, burada görürsünüz, pomidorlar belə deyim, qabıqlıdır birəcə, yəni belə qalıbdır. Siz istəsəz bunu qabığını soyub da eləyə bilərsiniz və yaxud sürkəşdən keçirdib, yəni iç hissəsini sürkəşdən keçirdib edə bilərsiniz. Bir də əziz izləyicilər, gördüyünüz kimi bu belə oldu və başlayırıq artıq bura spagettilərimizi tökməyə. Bax, beləcə spagettilərimizi əlavə edirik və edib yaxşıca qarışdıracağıq. Deməli, əziz izləyicilər, bax, beləcə qarışdırdıq və spagettimiz hazırdır. İndi boşqaba qoyub süfrəyə verə bilərik. Əziz izləyicilər, gördüyünüz kimi artıq spagettimiz hazır oldu. Çox dadlı və gözəl alınır. Bu üsulla edin. İnandırım sizi dadından doymayacaqsınız. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.